söhbətin qonaqlaradır. Xahiş edirəm, hörmətli oğullar, heç kim heç yerə tələsməsin. Yenə sözüm söhbətin qonaqlaradır. Bir qrup qonaqları yada salaq. Bir qrup qonaqların sevincinə şərik olaq. Hörmətli oğullar, Daştepe elindən Xəlil bəy buyurub, Fətəli bəy buyurub, Allah canını sağ eləsin. Qırxılı elindən Kamran bəy, İmam bəy, Rövşən bəy, Roman bəy, İlkin bəy, Tural bəy, Şirxan bəy, Araflı elindən Asif bəy, xahiş edirəm, adı çəkilən qardaşlar, gəlin xeyir duanızı verin. Gəlin, sizin də nə dərəcə sevindiyinizi görək, sevincinizə şərik olaq. İndicə zəng eləyən qardaşlar, hörmətli, elimizin, obamızın ağsaqqalı, bu gözəl nəslin ağsaqqalı, ay oyçu, Ramazan baba zəng eləyib. Böyük bir stol arxasında əyləşiblər. Bu məclisi təbrikləyir. Hər iki gülə eşq olsun deyir. Xoşbəxt olsun deyir. Bəxtiyarla bir yerdə oturublar, sağında solunda da özləri qeyrətdə, özləri salğarda, özləri sambada kişilərlə oturublar. O gözəl süfrə, o gözəl stol bu məclis əhlinin hər birisini böyüyündən kiçiyinə, kiçiyindən böyüyünə təbrik edir. Tanrı onları da qorusun, sizləri də qorusun. Allah sərqə dəyməsin. Ayçu. Oyçu, xahiş edirəm, bu təkrar bu söz deyib, belə-belə mənim heç mənim yerim oynayırsın. Valla bir tərəf olacaq bunu. Daştepe elindən adı çəkilən qardaşlar gəlsin. Qırxılı elindən adı çəkilən qardaşlar gəlsin təbrikə. Gəlsin, xeyir duasını versin. Hayır sen ağırın. Anınız hoş geldiniz. Hoş geldiniz ağırın annem. Öpürüm. Öpürüm. Ay benim hürmetli kardeşim. Bak görürsen, baba hürmetli kardeşler. Büyün, xeyir dua. Saat mikrofon bulardadır, meydan bulardadır. Her birisine Tanrım yar olsun. Her birinizin subaylarınıza bu güzel gündən pay olsun. Sizin stolun adıyla təbriki çatdırdım məclis əhlinə. Məclis əhli də sizləri salamlayır. Sizlere sağ olun deyir. Həmişə bu horum qələndən düşməsin. Ağrı hər birinizdən uzaq olsun. Subaylarınıza bu gözəl gündən pay olsun. Buyur. Çok sağ olun, əziz tamamen. Mən Kireçli Muğanlı elinə həmişə bax belə toylu düğünlü məclis arzulayıram. Mənim bir şey maraqlandırır ki, əvvəla biz qonaq deyilik. Yəqin ki, Kireçlinin orta bağları bizi burada həmişə xeyir işlərdə, Allah uzaq eləsin, şər işlərdə yaxından görürlər. İddiası bir şey var ki, Molla Məhdinin həmin qol budağının biri qırxılı ilə bağlıdır. Deməli, bir qardaşın törəməsi oradadır, bir qardaşın törəməsi buradadır. Mən bizə bir şey başa düşə bilmədim ki, həmin qırxılda olan böyük qardaş olur, büyükü gün o yurdu şenləndirən, ışıqını yandıran da büyükü gün ağsaqqalı mənəm. Amma Ramazan dayı bağışlasın, başta Ramazan dayı. Amma ikinci, qərib də olsa, qərib baba sayılıram mən, bəy sayılmıram, mən qonaq sayılmıram. Ona görə ki, burada Kireçli Muğanlıdan olan nümayəndələr yəqin ki, eşidir və onlar da mənim sözümü təsdiqlər ki, doğrudan da mən qonaq yox, mən burada babayam. Babayam, amma onu yazdan da gərək başa düşəyim. Sağ olun. Mübarək olsun, qızımız xoşbəxt olsun. Hər ikisi də özümüzünkidir. Sağ olun. Mürvet, xalavru sağ olun. Allah sağlığı sağ olasın. Bize söz buyurduğuna göre ben de hamıza minnettarım. Ben İmam müəllim dediği gibi biz de ben de Molla Məhdinin bir nəvəsiyəm, bir evladıyam. Buna ağrı bəri sərmək lazımdır, biz hamımız canlayacağız. Kireç Muğanlı bizim əzizimiz, doğmamızdır. Allah nəinki Molla Məhdin əsində, bütün Kireç Muğanlı'nın həmişə doydu şəxsi maddiyası. Burada hamı cəla sulaqdır. Kirvə, xalavlar, oğlu da oğlu qurmuşdur. Bəli, bizə zəng gelib buna təbrik edirəm, xalam olmaqdır. Ramazan dayım və onun efendim, insanlar. Allah onların canını sağ olasın. Allah'tan arzum budur ki, gələn görüşlərimiz görüşlərdə
Bahtiyar da burada olsun, Ramazan da burada olsun. Qərifdə olan bütün qohumlarımızın hamısı qohumların qohumda iştirak eləsin. Borçlarımız var olsun. Bizim daimiz oğlu Şakirin gözü aydın olsun. Aynur'un gözü aydın olsun. Aynur. Ya Aynur ya Şakir Bey canlandı. Yaxşı. Çok sağ ol hörmətli qonaqlar. Ağsaqqallarımız, əsasən İmam müəllim burada olduğu sürəcə bir söz deyə bilmərik. Bir onu deyə bilərəm ki, gənclərimiz qoçmaq olsun. Allah hər bir evdə, hər bir ailədə beləncə gün qismət eləsin. İmam müəllim istəsə əlavə eləyə bilər bizim sözümüzün üstündə. Əlavəsi Həsis Damadan. Aydın məsələdir ki, Daştepe də mənimdir. Kireçli də mənimdir. Bugünkü günü qudalar, təzə qudalar iştirak edir. Nümayəndəsi Fətəli Quda buradadır. Qoy Allah canını sağ eləsin. Bu təbrikə o da qoşulur. Allah sizin də uşaqlarınıza bax belə xeyir işləsin. Sağ olun. Buyurun oraya kadar ne keçirdi? Allah saqqalsan, Allah sənimə dəyməsin, öpürəm. Var ol, köyrəlmə. Səni də bağrıma basıram. Bəxtiyarı da. Qurğumuzda kimlər var, hamısı olsun. Hamısı var olsun. İş olsun. Və qonaqlarımız üçün tatlı sazır repertuarından bir türkü mahnısı oxuyan sizlər üçün görüşürüz.
qurban, quzu qurban. Nəfəsinizə quzu kəsin, 650 nəfərlik məclis nə demək? Gəlin bir-birimizi başa düşək. Hamı deyir tələsirəm. Axı tələsirəm sözünün, söhbətinin heç bir riayəti yoxdur. Xahiş edirəm. Pusat, xanımlar, təşkilarsınız siz, sinif yoldaşlarsınız. Başımıza olsun, yüzümüzə olsun, tayla, şunla, qoy, subaylar, kimlər var, sağlanıb onların başına. Öpürəm, var olun. Eşq olsun daşlara, eşq olsun dostlara, eşq olsun. Yarım saattan sonra sağlık tekrar devam edecek. Eşq olsun. Gelsin. Suaşı yemeği.
Analar, bacılar, yaxın gəlin görün. Hədiyəmiz var hər iki gülə. Gəlin o hədiyəni də lazımı qaydada, hörmətlə, münasibətlə, səmimiyyətlə, böyük hörmətlə yerinə yetirək. Hədiyyə sahibi hədiyəsini alsın, hədiyyə verənlər də hədiyəsini versin. Sonra yenə sıravi olaraq devam edəcəyik. Xahiş edirəm, gəlin bir-birimizi başa düşək. Agresif olmayaq bir-birimizə qarşı, pozitiv olaq. Yenə deyirəm, mən heç kimlə nə qorxmuram, nə çəkinmirəm. Şükür Allah'ın böyüyünə, mikrofon əlimdə mən 600-700 nəfərin qarşısında deyirəm bu sözü. Mən heç bir doğmamı, öz əzizimi gətirib burada oynadası deyiləm. Hamınız oynayacaqsınız, hamınız xeyir duanızı verəcəksiniz, hamınız sağlığınızı deyəcəksiniz. Amma gözləmə şərti ilə bu vaxt tələb edir. Başarırsınız, oturun, başarmırsınız. Kimsə dəqiqədə bir gəlin mama tələsirəm deyib aralığı bulandırmasın. Beyimiz geliniz xoşbəxt olsun, Allah mübarək eləsin. Sen benim bu dünyanın en değerli hediyesin. Talebimin ömrümü, benim gülüm, beyaz gülüm. Sen benim bu dünyanın en değerli hediyesi. Talebimin ömrümü, benim gülüm, beyaz gülüm. Sen benim yol yoldaşım, sen benim can yoldaşım. Seninle bahardırmışım, benim gülüm, beyaz gülüm. Sen benim can yoldaşım, sen benim yol yoldaşım. Seninle bahardırmışım, benim gülüm, beyaz gülüm. Allah mübarək eləsin. Hər iki gün xoşbəxt olsun. Hədiyyə verənlərin qazanacaqlı olsun, canı sağ olsun. Hədiyyə sahiblərinin Allah xoşbəxt Her olsun. zaman gözleyeceğim ömrümden ömürlük hatireyizim. Yolunu her zaman gözleyeceğim. Ömrüme birçe gün kalsa da gülüm. Her zaman seveceğim. Ömrüme birçe gün kalsa da gülüm. Her zaman seveceğim. Yazın. Boşur dedin gibi. Eşk olsun analara bacılar. Adını yazıp gel bir ömrüne senin hakkına. Eşkanı çıldırdım bile senin hakkına. Adını yazıp gel bir ömrüne senin gibisin hakkına. Bir yavrum var, ne vefalar olur. Yüreğim onda varsa,
sənətçılar. Onların qabağına salaq sözü qonaqları tutaraq. Qonaqları tamamlayaq. Qonaqları tamamlayaq. Tələsmə, bizə dəqiqə qoy, mən nə deyirəm, sən ona baxayım. Bu qonaqları aradan çıxardıq, ondan sonra gələn gələr, gəlməz də özləri bilər, təbriklərini çatdırıq. Bir dəqiqə dağıtma. Qasımlı elindən gələn qardaşlar, sözüm söhbətim qonaqlaradır. Xahiş edirəm, bir neçəmizi birləşdirəcəm. Qasımlıdan gələn qardaşlar, Bəxtiyar qardaş buraya buyursun. Hafiz qardaş buraya buyursun. Eşkin qardaş, Rahif qardaş, Qoça qardaş. Buyursunlar buraya. Bir dəqiqə daha. Ağammətli elindən gələn qardaşlar, Əmir qardaş, Moku qardaş, Zülfüqar qardaş, Qurban qardaş. Buyurun siz də gəlin. Qaçağan elindən gələn qardaşlardan Əmir Aslan bəy, Orxan bəy, Süleyman bəy, Mahmud bəy, Rəhman bəy, Dilqan bəy, Rahil bəy, Natiq bəy, Elvin bəy, Azər doktor, İlham bəy, Kaman bəy. Xahiş edirəm, adı çəkilən 3 kənddən gələn hörmətli qonaqlar, hörmətli qohumlar, qardaşlar, dostlar. Xahiş edirəm, buyurun təbrikinizi çatdırın. Buyurun, xeyirduanızı verin. Onun içində Aynurla uzaq yolu yaxın hesab edib, gecə gündüz yollarda qalan, yol gedən, yol gələn şofer qardaşlar da var. Xahiş edirəm, gəlsinlər. Taçlar, xahiş edirəm, tələsməyin. Aynurun sinif yoldaşlarıdır. Hörmətli Sevinç Palamlı sinif yoldaşlarıdır. Tələsməyin, valla sıxışdıra bilmirəm. Gəlin qonaqlarla bir tər sağollaşaq. Ondan sonra sizin hamınızı sıralı halda lazım qayda çağıracağım bir. Allah hər birinizi qorusun. Yenə deyirəm, heç biriniz başqa türlü başa düşmür. Biraz büyüyün, sıxılıq oldu, 700 nəfərə qarşı güclə çatdırıram. Allah hər birinizi qorusun, valla. Öpürəm hər birinizi mənim üçün doğmasınız, əzizsiniz. Buyurun. Çox sağ olun, Rəfqələ bizə söz verdiyini görə biz də bugünkü gün təbrik edirik. Allah xoşbəxt eləsin, mübarək olsun. Allah mübarək eləsin, xoşbəxt olsun. Allah mübarək eləsin, xoşbəxt olsun. Çox sağ olun, Məhvət Daydı, hörmətli sizə sistemlərin hörmətli zirvətli tanıqlı istəyir. Allah mübarək eləsin, dəyimizi, gələnimizi, Aynurun valideynlərinin, hamısının valideynlərinin, dostlarlarının, bütün qardaşlarının həmək yerimizdə toy olsun, sizlərlə iştirak edir. Çox sağ olun, hörmətli tamalar, Qaçağan adınımızda, çox gördüyünüzə görə biz də bu aydan təbrik edir. Şəhər bölümlərinin göz aydın olsun. Allah bağlarına xoşbəxt eləsin. Hər iki tərəfi göz aydın olsun. Bu yerə gələndə yaxşı yürüdür. Çox sağ olun. Allah mübarək eləsin. Amin. Allah mübarək eləsin, xoşbəxt olsun. Var olun, gəlin, rəqədə nə kesin, gəlin, meydan sizəndir. Derhal dermanına bak,
təşəkkür edirəm. Ondan sonra şoferlər hazırlaşsın cəm şəkildə. Aynurun şofer dostları. Cəm şəkildə meydanı sizə verəcəm. Nə ürək sözünü deyirsiniz, deyin. Xeyir duanızı verin. Oynayın, meydan sizin istədiyiniz qədər. İndi isə sözüm söhbətim təkəri elindən gələn qardaşlar üçündür. Seymur bəy, Qalib bəy, Mösü bəy, İntiqam bəy, Sədi bəy, Səbail bəy, Vəlih bəy, Arzuman bəy, Elburus bəy, Şahin bəy, Müsü bəy, Natiq bəy, Cavid bəy, Həşim bəy, Kemal bəy, Rıza bəy, Gülhan bəy, Ramazan usta, xahiş edirəm, adı çəkilən qardaşlar, gəlin xeyir duanızı verin. Hörmətli Xancıqazlı eli, Xancıqazlı bu anın söhbəti seçkisi yoxdur. Həməşə bir olmuşuq, bir də var idi. İndi ayrı sağlığınıza isilməyə baxmayaraq, hamımız bilin ki, bu birlik əbədidir. Allah həməşə bizi bir eləyib, bir yaşayırıq, bir də yaşamağı nəsib eləsin. Xancıqazlı elindən gələn Elçin qardaşoğlu, Eşkin qardaşoğlu, Ayaz qardaşoğlu, Cümşüd qardaşoğlu, Arzu bəy, Arzuman bəy, Coşqun bəy, Orxan bəy, Zavur bəy, Hafiz bəy, Şahin bəy. Adı çəkilən qardaşoğullar, bacıoğullar, xahiş edirəm, gəlin xeyir duanızı verin. Hər birinizə Tanrım yar olsun, gələn qədəmləriniz mübarək olsun. Gözləyirəm, təkər yeri, Xancıqazlı yeri, elini inanmadım. Öpürəm abirin qədəm, öpürəm. Sağlığın gecə tez olmaz, hər biriniz mənim üçün əzizsiniz də olmasınız, Allah sənizə dəyməsin. Var olun, kimdən başlayın? Hörmət dəvədə, gün nənələrə, havalara, ata-analara göz aydın olsun. Allah bəylərimizi xoşbəxt eləsin. Sağ olun hörmətəm. Allah xoşbəxt eləsin, göz aydın olsun. Həyatda bunlara nə ki, razı bilmədən eləsin. Sağ ol, buraya vurun. Allah xoşbəxt olmasın. Anurun göz aydın olsun, sınavın göz aydın olsun. Yarından olsun, Allah talalarını xoşbəxt olmasın. Hər aşağı bu anda rojağa gələndə, yaxşı üzümə xoş günlər. Allah mübarək eləsin, xoşbəxt olsunlar. Anur gözün aydın olsun. Həməşə qatına gələndə yaxşı günlərə gəlir. Ay tamada, elə təkəldən dediyin şoferlərin hamısı buradadır. Hamısını birləşdir. Bir dəfəlik olsun. Gözün aydın olsun, Allah mübarək eləsin. Boşa qalsınlar, dünyasında qızansınlar. Hamınız mənim üçün, bu ailə üçün, bu ocaq üçün doğmasınız, əzizsin. Hastasın başını aman sürtü Göz gözü görmeyin duman sürtü Hastasın başını aman sürtü Göz göz görmeyin duman sürtü Show
alın tərindən dolanan, halal zəhmətlə dolanan ikinci bir şəxs yoxdur. Hər birinizin rol arxasında əyləşirsiniz, yolumuz açıq olsun. Əli yolu hər biriniz üçün çiçəkli olsun. Hər biriniz üçün yaşıl ışıq qarşınızda yanar olsun. Elə bilmeyin yarısı kəsim. Xahiş edirəm, kişi kimi söz verirəm qarşınızda, oturun. Bundan sonra çağıracağım, yarım saat oynayarsınız. Gelin, tələsiyən qardaşlar var, hamısını nə deyirlər? Aziz, orada nə edəcəm ha? Görənlər pis yozar. Xahiş edirəm. İndi isə, ay Rami, bir də qabrım verim. Rami, Şahnaz səsili Seygahla bir yerdə gəlir, mənim hörmətli bacım, Aynur Sevimli, gəl. Seygahınla bir yerdə mikrofonu götür. Şahnaz səsini o qrupa elə təqdim edirik ki, o qrup hər birimizdən razı qalır. Evləniz, hamıdır, ay! Sizə keşke çiçekli
değil harda. Ay anar, ay Ramin, ay Rüçin, ay canım xan. Başardığımız elədi yağırın əlim. Öpürəm. Xahiş edirəm bana qulaq asın. Deyir oğul var, qoruyur namusu arı. Oğul var, el onun adıyla yaşar. Oğul var, eline kəsilib yağı. Yağı olanların Allah başına daş döysün. Siz gelin şah balasınız, şah olursunuz. Şah kimi yaşayın, şah kimi yaşayırsınız. Şah kimi yaşayırsınız, şah kimi de yaşayın. Kurguna koç kurban, kuzu kurban. Öpürəm. Var olun, var olun, var olun. Ne lazım olsa yine yerine getireceğim. Problem yoktur. Rahat oturun. İndi ise Sevinç balamızın taşları. Bakın mağırım benim, mağırım. Sana büyük hürmetim var. Hemen burada təkdir. Mənimizi boğmuyor. Bəsdir. Sevinç balamın taşlarının hediyesi var. Sevinç kardeşlerim yok. Sen şah oğlu şahsın benim için. Sen büyük kardeşsin. Ramazan aksakalımızdır. Sen aksakalımsın. Allah sana değmesin. Büyük kardeşlere büyük hürmetim var. Hemşe hürmetli olun. Özünüz kazanırsınız. Vallahi pusat tələsəyənlər məni bir yaman yorur. Mən yorulan şəxslərdən deyiləm. Nə də qorxan şəxslərdən deyiləm. Allah sana değmesin. Öpürəm. Sonra. Öpürəm səni. Ona satdır ilə ki, sonradan zəng edin. Taşların sifarişi gelsin. Ki tez gedir, ömrüm az olur. Qayıtsa min bahar, qayıtsa min qış. O gençlik iller qayıtmaz olur. Gençliği koruyun. Hamınızın keçirdiğiniz günü ben keçirmişəm. 40 yıl bundan önce. Şimdi 61 yaşı var hamınızın. Öpürəm. Yaşsız qədərdən tanıdan sakın. Eksklusif olarak en yakın az sayfası. Yanında kal, her bir saat
Dostlar, Allah canınıza dəyməsin. Bu havi ilə yekunlaşdıraq.